Stanford Universitetindən qəbul almısınız, təqaüdə də qəbul almısınız. Bu, hər hansı bir sizə sponsorluq edən şirkət ola bilər, dövlət proqramı ola bilər, xarici bir təqaüd proqramı ola bilər və ya özünüzü maliyyələşdirə bilərsiniz. Təqaüd ya da bunların hamısını nəzərdə tuturam. Deməli, bundan sonra görüləcək əsas iki kateqoriyada işlər var. Bunlardan birincisi Bechtel International Center var. Bechtel Beynəlxalq Tələbələr Mərkəzi, Stanford Universitetinin. Əvvəlcə sizin təhsilinizin maliyyə dəstəyi hardan gəlirsə, bunun üçün bir dəstək məktubu alırsınız. Məsələn, dövlət proqramı belə bir məktub verir. Əgər belə bir təqaüdünüz yoxdursa, bank hesabında da pul göstərə bilərsiniz. Bu sənədləri Bechtel International Center-a göndərirsiniz. Həmin mərkəz sizə I-20 forması hazırlayır. I-20 forması sizə Azərbaycandakı ABŞ səfirliyinə F1 tələbə vizası üçün müraciət etməyə imkan verir. Həmin I-20 forması hazırlanandan sonra service fee deyilən bir ödəniş var, $350. Həmin ödənişi edirsiniz onlayn şəkildə. Sonra isə viza müraciətini tamamlayıb randevu götürürsünüz. Daha sonra isə bu Bechtel International Center-də 3 dənə başqa şey də var. Birincisi, legal statusunuzla bağlı bir webinar var, ona qatılırsınız. İkincisi, legal statusunuzla bağlı bir təlim var, onu keçirsiniz. Üçüncüsü isə legal statusunuzla bağlı üz-üzə bir workshop var, ona qatılırsınız. İkinci kateqoriya isə Waden Health Center, yəni Waden sağlamlıq mərkəzi tərəfindən olan tələblərdir. Onların da 3 dənə əsas tələbi var. Bunlardan birincisi sizin immunizasiya rekordlarınız, yəni peyvəndlərinizin qeydiyyatıdır. Xüsusilə də əgər tibb tələbəsi deyilsinizsə, qalan bütün tələbələrdən qızılca, qulaq tibi və məxmərə ilə bağlı peyvəndlər istəyirlər. Bu peyvəndləri vurdurduğunuz poliklinikanı tapıb olar, ya sizə bunun qeydiyyatını verirlər və onun ingiliscə tərcümə təsdiq edirsiniz. Ya da Stanford Universitetinin özünə xüsusi bir forması var. Həmin formanı doldurmağa razılaşsalar, o formanı doldurub imza möhür vururlar. Əgər peyvəndləriniz yoxdursa, alternativ olaraq antibody test deyilən müxtəlif klinikalarda var. Həmin testləri verib qanınızda antikorların olduğunu yoxlayıb onu da sübut kimi verə bilərsiniz. İkincisi olaraq vərəm ilə bağlı bir screening var. Orada suallara cavab verirsiniz və əgər risk varsa, vərəm testindən də keçməli olursunuz. Azərbaycanda doğulmusunuzsa pis xəbər odur ki, mütləq o testdən keçməlisiniz. Çünki Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının riski olaraq gördüyü ölkələr arasındadır. Bu testdə ya T-spot ya da Quantiferon adlı testlər olmalıdır. Azərbaycanda mən İnci klinikası bir də referansda tapdım ki, həm Quantiferonu eləyirlər, həm də onu ingilis dilində verirlər. Üçüncü və son olaraq isə Waden Sağlamlıq Mərkəzinə bütün verdiyiniz dataların gələcəkdə istifadə olunması ilə bağlı bir icazə forması verirsiniz və bununla da əsas işlər tamamlanır.